Charles Hayder adında bir Amerikalı nəyəsə etiraz olaraq aclıq aksiyasına keçirirdi. Hmm, O aclıq çəkdiyinə görə okeanın o tayında biz o qədər pis özümüzü hiss elədik ki, çörək yeyəndə özümüzü günahkar hiss eləyirdik. Görün nə qədər insani hisslərimiz yüksək idi. Какой-то Charles Hayder okeanın o birisi tayında nəyəsə kefinə düşüb ac qalıbdı, nəyəsə protest eləyir. Amma bizim bir insani dəyərlərimizə baxın, bizim bir duyarlılığımıza baxın. Bu şeyləri biz yaşaya-yaşaya bizim duyarlılığımız itdi. Öyrəşdik ölümlərə, itimlərə, öyrəşdik nevrozlara, öyrəşdik həyəcanlara. Ona görə də həyəcansız adam Azərbaycanda tapanda mən onu normal saymıram. Deyirəm ki, bu adam deyəsən bizim cəmiyyətdə yaşamır, bir də heç nə düşünmür də, yəni meduza kimi yaşayır. Bilirsiniz də meduzanın beyni yoxdur, axı rahat da yaşayır. Bununki var, amma işlətmir düşünürəm. Çünki niyə? Bizdə o qədər tetikləyicilər var ki, yo bivec deməyək, amma bivec insan onsuz da yoxdur bizdə. Olanlar da özlərini beyin onları qorusun deyə bivec moduna salırlar. Heç kim dünyaya vecsiz gəlmir. Hamının duyu orqanları işləyir. Bəzi insanlar sadəcə gülür, gülümsəməyi seçir. Yazıq-yazıq gülümsəyir bəzi çətin anlarda. Bəzi insanlar kimisə tutur saçlayır. Bəzi insanlar çətin anlarda ağlayır. Bəzi insanlar nəyisə sındırır. Hər kəsin emosional reaksiyaları bir cürədir. Ya zəlzələdən, ya vəlvələdən bizim insanlar həyəcan, təşviş halları çox yaşayırlar. Yəqin ki, içinizdə belə insanlar da var. İndi gəlin biz keçək bura ki, həyəcanı azaltmaq üçün nələr eləyə bilərik? Öz emosiyalarımızı necə tanıyaq?